Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda kütləvi davaya görə 7 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə iştirakçılarından 7 nəfər saxlanılıb. Fakta görə Suraxanı rayon polis idarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iyunun 5-də Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində baş vermiş insidentlə bağlı polisə müraciət daxil olub. Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birlərinə xəsarətlər yetiriblər. Faktla bağlı istintaq tədbirləri davam etdirilir, araşdırmalar aparılır.